Müğənni Afət Fərman qızı canlı yayım zamanı etdiyi zarafatla diqqət mərkəzinə düşüb. Ərlilər gündüz, ərsizlər isə gecə canlıya qoşulsun sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəziləri bu açıqlamanı yumor kimi qarşılayıb, bəziləri isə fərqli fikirlər səsləndirib. Həmin açıqlamanı təqdim edirik. Nə? Show mağazin verilişinə xoş gəlmisiniz. Belə bir fikrim var. Artıq burada 750 nəfər var. Canlı yayımı açanlardan. Ərlilər deyirəm, günüz, ərsizlər gecə canlı yayım açır. Mənim fikrimlə razısınız yoxsa yox, yazın. Donur. Donur ki azdır da. Bax, aşağı düşür. Salam, düzdür deyir Əliyev. Ayıb deyəndən, ayıb nə? Canlı yayım açmaq mı ayıbdır yoxsa? Gecə canlı yayım açmaq mı? Başa düşəmir. Kimin interneti yoxdur ki, ay sahib bəy? İnternetimiz var. Ümid Şakir. Sənin fikrinə böyük hörmətim var, amma qanun elə demir. Həmişə qanuna söykənir. Qanun başqa şey deyir. Ölünü də öz başına qoyanda kəfəni batırır. Ona görə həmişə qanuna söykənir. Donur. Yazırlar mı? Onlarınki donur. Kenzalə xanım da maraqlı fikir yazıb. Deyir, yox, ərsizlər deyir, gecə gündüz canlı yayım açır. Show biznes nümayəndələrindən gecə yarı canlı açan kimdir yazın görüm. Hə, onlarınki donur. Görsən yazıblar ki, bizimki donur. Uzer, harada yaşayırsan ki? Var olun İsmail 035. Elçin bəy, salam. İmanova Xədicə. Başa düşmədim, ay Xədicə xanım. Xəccəyə də bizim kənddə Xədicəyə Xəccə deyirlər. Sizdə də? Hə, Xədicəni demək olmur da. Elə Xəccə deyirik. Sizdə də Xəccə deyirlər. Xanım İmanova. Hə, bizdə misal da var. Xəccə bəzəkdə qaldı. Elə bil hazırlaşsan, gedəsən, işin alınmır. Deyirik Xəccə bəzəkdə qaldı. Hə. Canan və Kəmalə deyir, gecə yarı canlaşırlar. Eləmi? Elə bilmə, elə kişiyəm. Da neynəyə indi kişilərin bəziləri yufqa geyinir. Biz də yabanı. Doğrudan Orxan bəy, vallahi onu bilmirəm, Allah haqq. Xəccə xanım deyir, niyə ki? Yox, el arasında misal da Xəccə xanım, incimin, sizlə əlaqəsi yoxdur. Ümumiyyətlə, iş alınmayanda deyir ki, Xəccə bəzəkdə qaldı. Cananla, yox, mən elə eşitməmişəm. Mən eşitdim ki, şikayət elədiyi adam barışıb, Allah xoşbəxt eləsin, Allah mübarək eləsin. O gün şikayət eləyirdi, canlı yayını. Eşitdiyimə görə barışdılar, şikayətini geri götürdü. Allah xoşbəxt eləsin. Oho, müğənnilərim. Ben indi görürsünüz 5-10 dəqiqə canlı açmışam. Görürsünüz bir dənə pis yazan yoxdur. Uca indi xəbər gelib çatacaq kimə? Yazın görüm kimə. Siz məndən yaxşı bilirsiniz. Yazın görüm xəbər kimə çatacaq və burada başlayacaqlar hücuma keçməyə. Ne yazmışdı ki Firuz bəy? Dırnaqlarınızı... Hə, mən onun dərdindən gödək saxlayıram. Uzundan da iğrənirəm. Xəbərçi xəc... Hə, yox, mən doğrudan, yox, elə deməyin. Aparsam gözüm üstə. Hə, burada dostlar, düz deyir. Xanım, o dediyin dırnağı düzəltmək üçün öz dırnağımızın üstünə belə kauçukdan dırnaq yapışdırırlar. Altında zaten dırnaqlar var ya, anadan gəlmə öz dırnağımız, bu. Bu uzandıqca hər bir insanda ağzı aşağı əyilir. Heç onun B vitamini bu dəqiqə kimdə yetərli qədərdir ki. Aşağı əyildikcə də uzandıqca ağırlıq düşən kimi qırılır. Ona görə həm onu bərkitmək fikri ilə onun üstünə kaprondan adını nə deyirsin mən? Ay sağ ol doktor, çox sağ ol.